Qərbi Azərbaycana qayıdış ideyası artıq təkcə arzudan ibarət deyil. Bu konkret addımlarla dəstəklənən milli hədəfə çevrilib. Son illər bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə müxtəlif layihələr həyata keçirilir. Qeyri-hökumət təşkilatlarının fəallığı sayəsində Qərbi Azərbaycanla bağlı həqiqətlər dünyaya çatdırılır. Gəlin bununla bağlı görülən işlərə birgə nəzər salaq. Qarabağ və Şərqi Zəngəzurun azad olunmasından sonra Azərbaycanın vətəndaş cəmiyyəti Qərbi Azərbaycana qayıdış ideyasını milli hədəf kimi müəyyən edib. Bu fikirlər Qərbi Azərbaycana qayıdış istiqaməti üzrə icra edilən layihələrə dair keçirilən brifinqdə səsləndirildi. Son 2 ildə agentlik 54 qeyri-hökumət təşkilatının müxtəlif təşəbbüslərinə dəstək verib və ümumilikdə 50 qeyri-hökumət təşkilatı bu layihələri icra edib və layihələr çərçivəsində biz müxtəlif formatlarda beynəlxalq tədbirlər, yan tədbirlər, BMT, ATƏT kürsüsündə bu mövzunun aktuallığına diqqəti cəlb edə bilmişik və mübaliğəsiz deyə bilərik ki, qeyri-hökumət təşkilatlarının sözü gedən mövzuda aktivliyi heç zaman bugünkü qədər olmayıb. 2025-ci il qrant müsabiqəsində Qərbi Azərbaycana qayıdış, maddi mədəni irs və hüquqlar istiqaməti üzrə daha 51 qeyri-hökumət təşkilatının layihəsi dəstəklənib. Artıq onların icrasına başlanılıb. Türkiyə, Amerika Birləşmiş Ştatları, Hollandiya, İspaniya, Belçika, Özbəkistan, Rumıniya, Polşa kimi ölkələrdə müxtəlif xarakterli tədbirlər təşkil olunub və yaxud beynəlxalq təşkilatların təşkil etdiyi tədbirlərdə agentliyin dəstəyi ilə Qərbi Azərbaycan mövzusunda qeyri-hökumət təşkilatlarının iştirakı təmin edilib, yan tədbirlər keçirilib və Azərbaycanın haqlı, haqq səsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıbdır. İl ərzində bu mövzuda beynəlxalq təşkilatlar, Avropa və Türk dövlətlərində onlarla konferans, sərgi və müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Təkcə 2023-cü ildə 30 qeyri-hökumət təşkilatının layihələri qrant müsabiqə çərçivəsində dəstəklənib. 2 il ərzində 15 kitab, 200-dən çox məqalə, 6 veb-sayt, 24 televiziya verilişi, 6 elmi praktik konferans, 2 elmi beynəlxalq konferans və 2 fotosərgi təşkil olunub. 2023-cü ildə biz Zəngəzur Azərbaycandır arxiv sənədlərinin dili ilə layihəsini reallaşdırdıq. Bu da ona görə çətin layihə idi ki, ilk dəfə olaraq arxiv sənədləri Rusiyanın, Ermənistanın və Azərbaycanın arxivlərindən heç bir zaman öyrənilməmiş arxiv sənədlərini biz üzə çıxartdıq və onların əsasında Zəngəzur Info saytını yaratdıq. Brifinq çərçivəsində Qərbi Azərbaycana qayıdış mövzusunda agentliyin dəstəyi ilə ərsəyə gətirilən layihələrin nəticələrinə dair sərgi də keçirildi.